Bu ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3%, qeyri-ərzaq malları üzrə 6,7% artıb. Bu ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları malları xərclədiyi vəsaitin 50,4% ərzaq məhsullarının, 4,1% içkilər və tütün məmulatlarının, 14,3% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6% avtomobil benzini və dizel yanacağının, 4,9% elektrik malları və mebellərin, 2,4% əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4% kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5% isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq, o cümlədən 279,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 233,9 manatlıq qeyri-ərzaq malları alıb.